Əziz abituriyentlər, axşamınız xeyir olsun. Bugün qrupa göndərdiyim 10 qəbul sualının izahını sizlərlə bölüşürəm. Və qrupa göndərdiyim bu qəbul suallarının çoxu əlbəttə ki, imtahana düşmə ehtimalı yüksək olan suallardır. Hətta 100% düşmə ehtimalı olan suallar var ki, və yaxud da mövzular var ki, bu mövzularla bağlı sualları qəbul imtahanlarında seçilmiş sualları sizlərlə bölüşməyə çalışdım. Gəlin baxaq, qəbul sualında, qəbul imtahanında düşən suallardan biridir. Osmanlı Sultanı 1. Muradın hakimiyyəti dövrü üçün səciyyəvidir. Osmanlı Sultanı 1. Muradın hakimiyyət dövrünü qeyd edək. 1382-1389-cu ildə 1. Murad hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti dövründə bəli, Bolqarıstanı asılı hala salır. Bu bir doğrudur. Avropa ilə Asiyanı birləşdirən ticarət yolları nəzarət altına alınması bu Fatih II. Mehmedin dövründədir. 1453-cü ildir, yəni Konstantinopolun fəthidir. Bu Avropa ilə Asiyanı birləşdirən ticarət yolları nəzarəti altına salınması bəlkə qəbula çox düşüb. Yəni bir dəfə də göndərmişəm sizə. Bununla bağlı bir başqa formada olan bir sual idi. Bu məqama diqqətdə saxlayın. Amasya müqaviləsinin imzalanması 1555-dir. Bu Şah Sultan Süleyman dövrünə aiddir. 2-də 3-də gedir. Çirmən döyüşündə serblər üzərində qələbə qazanması bəli 1371 bu doğrudur. Tarixdə, dövlətin tarixində ilk dəfə sultan titulunun qəbul edilməsi bu da doğru cavabdır. 1, 4, 5 olacaq. B variantı. 20-ci sualı bayaqki video izah eləmişdim, amma yeni gələnlər üçün də gəlin yenidən baxaq. 1-ci və 2-ci Rusiya-İran müharibəsi arasındakı dövr üçün xarakterikdir. Gəlin 1-ci Rus-İran müharibəsinin ilini yazaq. 1804-də başlayır, 1813-cü ildə başa çatır. 2-ci Rusiya-Qacar müharibəsi 1826-da başlayır, 1828-də başa çatır. Bura 13. Bizdən soruşur ki, bu 1813 ilə 26-cı il aralığında baş verən hadisəni soruşur bizdən. Bu 13 ilə 26 aralığına düşən hadisə, bayaq da geniş izahını verdim. Şəki xanlığında komendant idarə üsulunun yaradılmasıdır. Bu da 1819-cu ildə Şəki xanlığı ləğv edilir və burada komendant idarə üsulu yaradılır. Əla, keçirik indi növbəti suala. Növbəti sual nə olacaqdır? Növbəti sual olur, Şimali Azərbaycanda komendant idarə üsulu dövrünə aiddir. Azərbaycanda komendant idarə üsulu dövrü 1804-cü ildə yaranmağa başlayır. Komendant idarə üsulu tam bərqərar olur 1828-ci ildə. Və bu komendant idarə üsulu 1840-cı ilə qədər mövcud olmuşdur. Bu 1804 ilə 1840-cı il aralığına düşən variant olur B variantı. Alban katolikosluğunun ləğvi 1836-cı ildir. Gəlin digər illərə də diqqət yetirək. Kənd cəmiyyətləri haqqında qanunun verilməsi 1865-dir. Dünyada ilk dəfə mexaniki qazma üsulla neft quyusunun qazılması 1848. İrəvan quberniyasının yaradılması 1849, Gədəbəydə mis əritmə zavodunun inşası 1865-dir. Burada doğru cavab olacaq B variantı. Növbəti sual 20-ci əsrin 80-cı illərinə aiddir və bu sualla bağlı xüsusilə baxın burada Falkland qəbula bir neçə dəfə düşüb. Falkland. Hər dəfə də bunu, keçən dəfə də qeyd elədim bu məsələni. Avropa İqtisadi Birliyinin yaranması 1957-ci ildədir. Almaniyanın parçalanması 1945-dir. Falkland böhranının baş verməsi 1982-dir. ATƏM-in yaradılması 1975-dir və ATƏM 1994-cü ildən etibarən ATƏT adlanır. Ulster probleminin yaranması da 1960-cı illərdir və Şimali İrlandiyada kütləvi ixtişaşın baş verməsi isə 1968-ci ildədir. Belə, bu oldu bizim digər sualımız və bu sualla bağlı bir də qəbula belə bir sual düşmüşdü. Yenə də belə bir sual var idi. 20-ci əsrin 80-cı illərinə aid idi. Orada isə doğru cavab Qarbaçovun yenidən qurma yenilənmə islahatlarının keçirilməsi idi. Keçirik 8-ci suala. 13-cü əsrin ikinci yarısından fərqli olaraq birinci yarısı Azərbaycan tarixi üçün səciyyəvidir. Bu dövrdən 13-cü əsr dövrünə 100% sual olacaqdır. 100% sual gəlir.
Birinci bənddə yazılıbdır ki, yadellilərin hücumuna məruz qalması. Həm 13-cü əsrin birinci yarısında, həm də ikinci yarısında yadelli hücumuna məruz qalmışdı. Məsələn, Monqolların yürüşü 1220-22 birinci yarısıdır, 1256-58 ikinci yarısı. Deməli, bu oxşardır. Burada fərqli tərəf yoxdur. İkinin biri buradan çıxır. Sonra Atabəylər dövlətinin süqutu 1225-ci ildə Xarəzmşah Cəlaləddin tərəfindən süquta uğradılıb. Burada cavab nə olacaqdır? Birinci, bəli. Bax, birinci yarısında Atabəylər dövləti süqut edibdir. Artıq həqiqətən də birinci yarısı ikinci yarısından fərqlənir. 2 burada. Doğrudur. Yeni sülalənin hakimiyyətə gəlməsi 1256-cı ildə biz deyirik ki, Monqolların 1258-ci ildə Hülaki dövləti yarandı və yeni sülalə hakimiyyətə gəldi. Bu ikinci yarısına aiddir. Bizdən isə soruşur ki, birinci yarısına aid olanı tap, lakin ikinci yarısından fərqlənsin. Burada isə ikinci yarısına aid olandır. Bu birinci yarısına aid olan o dövrlə birinci yarısına aid olmadığına görə 3-ü buradan çıxırıq. Usta Bəndər üsyanının baş verməsi 1231-dir. Bu bəli birinci yarısına aiddir və ikinci yarısından da fərqlənir. 2-4 burada doğru cavabdır. Xidmət müqabilində iqta torpağının verilməsi həm birinci yarısında var, həm ikinci yarısında var. Bu məqama da diqqət yetirdik. İndi baxırıq növbəti 21-ci suala. Bu deyir ki, xəritədə ərazisi göstərilən dövlətə aid olan əlaməti müəyyən edin. Bu dövlət Şirvanşahlar dövlətidir. Şirvanşahlar dövləti. Şirvanşahlar dövləti ilə bağlı A variantını oxuyaq. Deyir, Ağqoyunlu dövlətinə asılı hala düşmüşdür. Ağqoyunlu dövlətinə asılı hala düşən Ağqoyunludan yox, Qaraqoyunludan 1412-dən Şirvanşahlar dövləti asılı hala düşür. 14-cü əsrin ikinci yarısında yeni sülalə tərəfindən idarə edilirdi. Bəli, 1382-də Dərbəndlər sülaləsi tərəfindən idarə edilməyə başlanılır. Bu olur doğru cavab. Səlcuq yürüşü nəticəsində süqut etmiş, Səlcuqlardan asılılığı qəbul etmişdi. Bu süqut etmək demək deyil. Elxanilər dövlətini tabe etmişdi. Elxanilər dövlətini tabe etməmişdi. Özü Elxanilərdən asılı vəziyyətə düşmüşdü. Baxın, deyir ki, 10-cu əsrin ikinci yarısında Sacilər dövlətinə asılılığı qəbul edir. Bəli, Sacilərdən asılılığı qəbul etmişdir. Lakin 10-cu əsrin ikinci yarısında Sacilər dövləti artıq yox idi. Salarilər dövləti var idi. Sacilər nə vaxt süqut edib? 941-ci ildə. Y variantı da səhv olacaq. Digər 43-cü suala baxaq. Deyir ki, Rəşidi xəlifələr dövründə ərəblərin fəth etdiyi dövrü xəritədə göstərin. Rəşidi xəlifələri 632-dən 661-ə qədər hakimiyyətdə olubdur. Burada 4 İspaniyadır. 1 burada Anadolu Türkiyə ərazisidir, Osmanlı ərazisidir. 2 olacaqdır. Deməli, Misir. 3 olacaqdır Ərəbistan yarımadası. 5 də Mərkəzi Asiyadır. Burada Rəşidi xəlifələr dövründə ələ keçirilibdir 2 ilə 3. Yəni Misir və Ərəbistan yarımadası tamamilə Rəşidi xəlifələr dövründə ələ keçirilir. Növbəti sualla davam edək. 2023-cü il 19-20 sentyabr Azərbaycan ordusunun Qarabağ bölgəsində antiterror tədbirləri nəticəsində bu mövzuda qəbula düşmə ehtimalı olan əsas mövzulardan biridir. Baxın, bu mövzulara mütləq baxın. Bu mövzuda 100% sual düşəcək. 2-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsindən sonra antiterror əməliyyatı və mədəniyyət. Görülən quruculuq tədbirləri. Bununla bağlı mütləq sual var. 44-cü sualda cavab C olacaqdır. Dünən də dərsdə qeyd elədik ki, antiterror əməliyyatı nəticəsində 3 dənə xeyni yadda saxlayaq dedik. Bir dənə A-nı, bir dənə də Ə-ni. Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və Əsgəran tamamilə işğaldan azad edilmişdi antiterror əməliyyatı nəticəsində. 8-də 1875-1883-cü ilə uyğun gələn 1875-ci ildə Milli Mətbuatın əsası qoyulubdur. Əkinçi qəzeti fəaliyyətə başlayır. 2 il fəaliyyət göstərir. 83-cü ildə Bakıda ilk teatr binası istifadəyə verilibdir. Və bunu bir dəfə də qəbulda belə soruşublar. Şimali Azərbaycan 1883-cü illə Cənubi Azərbaycan 1916-cı ili birləşdirən oxşar cəhət. Burada ilk teatr binasının əlbəttə ki istifadəyə verilməsi. Bu ikisinin oxşarı. Biri şimaldadır, biri cənubdadır. Doğru cavab A variantıdır. Kirmanşah sülh müqaviləsi 1732-ci ilin yanvar ayında imzalanmışdı. Burada da biz bilirik ki, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı. Belə,